Hər kəsi salamlayırıq, hörmətli dinləyicilər və sonradan bizi izləyəcək izləyicilərimiz. Hər birinizə gözəl həftə arzu etmək istəyirəm. Artıq noyabrın 3-üdür, noyabrda gəldi, artıq hava da özünü göstərir, payız da özünü bürüzə verir ki, bəli, yağışlı bir havadır. Noyabrın, payızın gəlişini hiss edirik, amma düşünürəm ki, bu sizin əhvalınıza yalnız xoş təsir bağışlayacaq. Çünki isti oktyabrdan sonra bir qədər sərin noyabra artıq hazırlıqlı olmalıydıq. Və gözəl əhval deyəndə əlbəttə ki, insanın əhvalına həm də təsir edən sözsüz ki, musiqidir. Və zövqlü, peşəkar, keyfiyyətli və əlbəttə ki, sənətkarların ifaları ilə bol olan Dalğa FM radiosunda, sənətin səsində də biz hər zaman bax bu cür səs tembri seçilən, sənəti ilə seçilən, sənət yolu ilə maraqlı işlərə imza atan sənət adamları ilə sizi görüşdürürük. Verilişlərimizin bütün video buraxılışları Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarında da yerləşdirilir. Eyni zamanda həm də qeyd etmək istəyirəm ki, onlayn dinləyə bilərsiniz dalğafm.az saytından. Musiqi düşünmür deyirlər, düşüncələri həyata keçirir. Musiqi ən sakit sənətdir. Sənətin səsində də biz elə bax bu sakit sənətdə bugünün ab-havasına da uyğun, həm də bir musiqini də necə deyərlər qatacağıq və gözəl ab-hava yaşanacaq. Odur ki, bizi dinləməkdə davam edin. 92.5 dalğasına köklənmisinizsə, elə bizimlə də eyni dalğada qalın. Və sənətdən danışarkən əlbəttə ki, mən qeyd etmək istəyirəm ki, biz hər zaman gözəl səs sahibləri ilə sizi də görüşdürürük. Radiomuzun, verilişimizin efirindən onların səsi gəlir və güclü səs sahibi, məncə bu səsi ifasından hər kəs tanıyır. Səs sahibəsini deyəcəm. Zamanında məşhur brendə çevrilmiş Rast qrupundan məhz qrup şəklində sənətə gələrək, amma sonradan solo karyerasını quran və güclü, gözəl və mən deyərdim həm də fərqli səs sahibi Jalə Kərimova bugün bizimlədir. Xoş gəlmisiniz Jalə xanım. Hər vaxtınız xeyir olsun Sevinç xanım. Bizi dinləyənləri və inşallah ki, sonra YouTube kanalında da verilişi baxacaqlar. Hər kəsi salamlayıram. Xoş dinləmələr, xoş görüşlər. Bəli, əlbəttə. Əslində çox maraqlıdır ki, biz Jalə xanımla əlaqə saxlayanda, yəni mən çox yaxşı tanıyıram ki, Jalə Kərimova deyəndə insan ağlına rast gəlir, həmin o retro mahnıların ilk cover versiyalarını ifa edən sənətkarlar mən deyərdim. Çünki bugün müasir dövrdə, müasir musiqi aləmində bu cür retro mahnıların cover versiyalarını elə bizdən öncə də biz daha bir elə cover versiya eşitdik radiomuzda. Çünki həm də prioritet təşkil edir bizim efirimizdə. Bugün hər kəs bu retro mahnılara müraciət edir. Amma zamanında bax bu cover versiyaları, bu yeni interpretasiyaları edən də məhz Rast qrupu idi. Sözsüz ki, Rast deyəndə Sevda Ələkbərzadə də yada düşür, Rəşad Haşimov yada düşür, digər Salis Lamiyə Kərimova yada düşür və Jalə Kərimova yada düşür. Çünki o vaxt Bana Gəl mahnısı siz duet şəklində ifa etmişsiniz, elə deyilmi? Bəli, bacımla da ifa etmişik. Sonra Alim Qasımovla da Alim olub. Qasımovla gözəl, möhtəşəm. 2000-ci ilin belə deyək də 90'ların sonu, 2000'in əvvəlləri idi. 2005-2006 təqribən o illərdə. Bəli. Çox həqiqətən də böyük bir ajotaj yaranmışdı. Və mən də əlbəttə ki, Jalə xanımla bax Rast qrupundan tanış olaraq da əlaqə yaratdıq. Daha sonra sən demə biz konservatoriyada eyni vaxtda oxumuşuq. Bəli. Onu mənə Jalə xanım xatırlatdı. Əslində mənim yadımda deyil idi. Gəlin elə qaydaq o konservatoriya, indiki Bakı Musiqi Akademiyasının tələbəli illərinə. Kimdə oxumusunuz Jalə xanım? Bəlkə də bu vaxtda danışmısınız, amma az görürük sizi. Bunu da bir etiraf edək. Gec efirlərdə olursunuz. Ona görə məncə buna ehtiyac var ki, bir ustadlarınızı da, bu sənət yolunuzda iz qoyan sənətkarları da yada salaq. Təbii ki, elədir. Hər bir sənət insanının həyatında yəni bu sənətə gətirən müəllimləri var, sənətkarlar var. Təbii ki, burada bir çoxlarının adını çəkə bilərəm. İlk növbədə təbii ki, belə deyim də, İradə xanım olub, mənim müəllimim, sonra
İncəsənət Gimnaziyasında da oxumuşam. Orada da müəllimlərim olub və konservatoriya dediniz. Orada mənim müəllimim professor Rumiyə xanım Kərimova olub. Vokal, bəli, vokal fakültəsində. Akademik, bəli, mən akademik ifaçı kimi bitirmişəm. Yəni vokal ifaçısınız. Əslində peşəkar vokal məktəbi Bəli, bəli, mən elə yəni belə musiqiyə belə başlamışam. Məhz o cürə. Sonra Ras qrupuna gəldik, yəni onu yəqin sonra danışacağıq. Yəni müəllimlərimə təşəkkürümü bildirirəm. Rumiyə xanım artıq həyatda yoxdur, Allah rəhmət eləsin, bəli. Yəni belə müəllimlərimin təbii ki, əziyyəti üzərimizdə hər zaman böyükdür. Bəli. Ümumiyyətlə bu gün biz vokaldan danışırıqsa, yəni sənətdə bir çox insanlar məsələn sənətə gəlib müxtəlif janrlara üst tuturlar və klassik ifaçılıq, vokal ifaçılıq məktəbi sözsüz ki, bu bir məktəbdir. Yəni bunun da çətin tərəfləri var. Vokaldan sonradan estradaya keçmək, sonradan pop janrına keçmək, hətta milli ruhda siz, yəni milli mahnılar, musiqilərimizi ifa edirsiniz. O belə deyək, keçid necə alındı? Çünki klassika ilə məşğul olanlar elə sanki düşünürsən ki, sona qədər də bəs elə klassik ifa tərzini qoruyub saxlayacaqlar. Sizdə amma o maraqlı bir keçid oldu. Əslində belə deyim də, bəzən deyirlər ki, mən eşidirəm ki, konservator operanı akademik ifaçılığı öyrənmək lazımdır. Sonra əgər sən onu bilsən, sən bütün janrlarda ifa edə bilərsən. Bəli, bu fikir də var. Mən sizə deyim ki, biraz yanlış fikirdir. Onun biz sadəcə orada texnika öyrənirik. Yəni necə nəfəs almaq və s. Amma o hər ifaçıda olmur ki, hər janrda ifa edə bilsin. Onun üçün belə deyim də bir çox elə ifaçılar var ki, tək akademik deyil, dünyada da, dünya ulduzlarında da var, tək biz deyilik elə oxuyan, var elə oxuyanlar, amma bu yəni biraz təbiətdən gələn bir şey, bu təbiətlə bağlı yəni, bir şey. Yəni bu ilahi və bir istedaddır desək yanılmarıq. Bəli. Yəni bu da bir vergidir. Bəli, yəni onu sonra təbii ki, müəllimlər rəndələyirlər ki, daha yaxşı olsun. Məsələn, mənim bacım lap öncə, hələ akademik ifalara başlamamışdan öncə milli musiqilər də ifa eləyib, ansambllə oxuyub, sonra estrada, yəni onda var idi həmişə. Amma mən özümdə onu aşkarladım Rəşad Haşimovun sayəsində, aşkarlamışam, bəli. Çünki mən inanmırdım ki, mən belə oxuya bilərəm, amma mən Ras qrupuna gəldikdən sonra Rəşad müəllim bəzi mahnılar verdi, o janrdakı hansına ki, Ras qrupunda ifa olunur. Bizə o mahnılardan verdi ki, gedin, öyrənin, gəlin özünüzü göstərin digər tərəfdən. Yəni, belə deyək də, məhz Rəşad Haşimovun sayəsində mən özümü digər tərəfdən, sizin dediyiniz tərəfdən özünü kəşf etdi sanki. Bəli, bəli. Və ondan sonra bax bu cür sintezlər, bu cür pop janrına, estrada janrında ifa etməyə başladınız. Möhtəşəm bir ifa. Əslində bu ifadan da çox danışmaq olar, bu musiqidən də çox danışmaq olar. Zamanında illər əvvəl Eldar Mansurov və həmin ilk estradada o rock janrının elə ilk ifaçılarından biri də Mübariz Tağıyev idi. Yəni onu da salamlayırıq, bizim canlı əfsanəmiz. Əsrarəngiz səs sahibi. Bəli. Və çox maraqlı bir interpretasiya yaratmısınız. Bu mahnını belə özünüzə məxsus tərzdə ifa etmisiniz. Mahnını dinləyəndə daha dəqiq, dərindən. Biri var ki, filmdə də elə belə ötəri dinləyirsən, filmə baxırsan, çünki sən biraz fikrini qarışdıra bilər film özü. Amma onu ayrıca dinləyəndə, inanırsınız, mən neçə dəfələrlə dinləyib göz yaşlarımı saxlaya bilmirdim. O qədər orada sözlər, mənalı sözləri var ki, dedim, yox, mən mahnı oxumalıyam. Düzdür, çox çətin mahnıdır həqiqətən də. Bəli, ümumiyyətlə filmin də o belə deyək də elə mahnılar var, soundtrackləri var ki, yəni onlar sanki filmə böyük bir həqiqətən də bir iz qoydu. Vaqif Səmədoğlu'nu da qeyd etməliyik əlbəttə. Bəli, həm filmin ssenari müəllifi, yəni böyük əslində sənətkarlıqdan danışırıq. Bax zamanında Jalə xanım, yəqin özünüz də etiraf edirsiniz ki, siz birdən-birə elə bir zirvədən başladınız. Yəni bugün Azərbaycan musiqi aləmində
adla tanınan qruplar var. Zamanında məsələn Mübariz Tağıyevin də bir özünün bir qrupu var idi. Eldar Mansurov belə deyək bir nəhəng bir bəstəkarlıq məktəbi idi Mübariz Tağıyev. Amma sonra da müasir estradamızda yaranan qruplarda məsələn Vaqif Gərayzadə və həm də Rəşad Haşimovun bax Rast qrupu idi. Siz də birdən-birə belə deyək də zirvə ilə başladınız. Amma o zirvədən sonradan ayrıldığınız üçün bugün əlbəttə ki sizə çətindir yenidən sıfırdan başlamaq. Çünki siz artıq o zirvədəsiz. Və bunu davam etdirmək də biraz qəlizdir. Zirvə deyərkən biraz elədir əslində elədir. Amma yəni Rast qrupunun özü zirvə idi. Yəni biz artıq o belə ora gələndə artıq o Rast brend idi. Bəli, yəni bu bizim üçün artıq bir bonus idi. Belə deyək. Biri var, sən yaxşı ifadə ola sıfırdan bilərsən. Başlayasan. Biri də var ki, artıq o Asif Kərimov idi, İlqar yaxşı musiqiçilər, Sevda Ələkbərzadə, hər kəsin, yəni Rəşad müəllim əlbəttə başda olmaqla. Yəni ona görə siz birdən-birə həm də o populyarlığı da qazandınız, o məşhurluğu da qazandınız. Amma bu elə belədən olmadı. Çünki burada da sözsüz ki, hər zaman seçilən nə olub? Yəni səs. Səs də çox önəmlidir və sizin tembriniz seçiləndi. Məsələn, mən hər zaman Rast qrupunda o duetunuz olsa da o tembri sizi həmişə fərqləndirə bilirdim. Yəni aid etmək olur ki, bu Jalə xanımın səsidir. Ona görə o bugün yəqin ki sizə həm də solo karyera qurub prodüseriniz də mən bildiyimə görə yoxdur. Siz elə bir prodüserlərlə işlədiniz ki, Asif Kərimov, Rəşad Haşimov. Bugün artıq gənclərlə işləmək sizə həm yəqin ki istəmirsiniz. Yox, istəmək deyil. Bilirsiniz necədir? Bax siz bayaq dediniz ki, çox biri var, mən yavaş-yavaş başlayardım bax siz demişdiniz. Bəli, pillə. Biri var birdən gəldik. Populyarlıq. Ulduz. Populyarlıq. Sonra bilirsiniz indi hər addımı geri fikirləşəsən, nə oxuyasan, necə oxuyasan, necə ki o deyir o kantanı onu saxlaya bilərsiniz. Bəli. Hələ elə bilirəm ki, bax Rast qrupundan sonra mənim aləmimdə mən bir çox mahnılar oxumuşam, cover olub. Bu mahnı sanki bax bayaq bir sabah mahnısı, sanki bu biraz necə deyim sizə, mahnı mənə sanki kömək oldu yenidən belə ayağa qalxmağa. Bəli, sanki mənə elə gəlir. Çünki öz aləminizdə elə düşünürsünüz ki, o səviyyəli bir mahnı bu idi. Bəli, mənim istədiyim bax məhz bu idi. Onu orada tapdınız. Bəli. Amma sanki bir dayanmısınız elə bir yerinizdə, yox? Kənardan elə görünür ki, sanki can atmırsınız yeni işlərə, can atmırsınız yeni bax o səviyyədə. Məsələn, Eldar Mansurovla bugün gənc müğənnilər çalışırlar. Sırf onlar üçün Eldar Mansurov yazır. Siz necə müraciət etmisinizmi Eldar Mansurov ki, məhz sizin üçün bax bəstələsin? Müraciət etməmişəm. Amma o da hər zaman fərqli səslərlə işləməyə çox meyilli bir bəstəkardır. Yəni onun adı ilə sənətə gələn hər bir ifaçı necə müraciət etməlisiniz? Bilirsiniz necə, biri var, mən artıq bir nəfərlə deyil, bir neçə nəfərlə. Əvvəl mən Rast qrupuna sırf bağlıydım, yalnız Rəşad müəllimin mahnılarını, yalnız onun dediyi bir şeylər oxumaq. Yəni artıq nəyəsə belə bağlılıq solodursa demək solo olmalıdır. Solo olduqda da məsələn bəstəkarlardan bax bu cür misal üçün Eldar Mansurovdur, Faiq Sücəddinov bugün çox gözəl gənclərlə və gözəl sırf peşəkar məktəbdən danışırdı. Çünki bəstəkarlarımız etiraf edək ki, peşəkar bəstəkar barmaqla sayılasıdır. Vaqif Gərayzadədir, Faiq Sücəddinov, Eldar Mansurov, Nadir Əzimov, yəni onun da əlbəttə ki öz Aygün Səmədzadə, Gövhər Həsənzadə, yəni bu cür bəstəkarlarla yeni bir səhifə açıb istəyərsinizmi davam etdirəsiniz? Niyə də yox? Mən elə onların əvvəllər yazdığı elə mahnılardan götürüb nəsə bəhrələnib etmək də elə o da böyük bir necə deyim sizə, yəni o da hünərdir, o da bir jestdir. Amma bilirsiniz o kiminsə izi ilə getmək, məsələn istər-istəməz bu Mübariz Tağıyev o möhrü vurulub. Yəni bunu etiraf edək. Məsələn bugün bir çox ifaçılar, məsələn Mərdan Kazımov da oxuyur, nə bilim ötən illərin nəğmələrini cover versiyada oxuyurlar. Amma sanki mən düşünürəm ki, o mahnılar elə ilk ifaçının adı ilə də tarixdə qalacaq. Amma sizin öz adınızla bağlı mahnılar çox istəyərdik. Məsələn mən bir dinləyici kimi və
bir hətta bir aparıcılıq bir kənara qoysaq, nə bilim, zamanında bir yerdə tələbə yoldaş kimi, bir musiqiçi kimi, yəni anlayıram ki, sənətdə qalmaq üçün öz dəsti xəttin, öz mahnın olmalıdır. Mənim hələ ki dəst xəttim ancaq mənim səsimdə hələ ki. Və o səsinizi siz düzgün istifadə etməlisiniz. Amma mahnı baxımından düz deyirsiniz. Yəni öz mahnım. Bəli. Yəni tapılmayıb hələ indiyə qədər. Hələ ki yoxdur. Düz Rast qrupunda var idi. Bir-iki mahnını qeyd etmək olar ki, bəli, elə bir mənim bacım adım təbii ki Rəşad müəllim yazıb. O başqa, yəni bizim adımızla bağlı bir mahnı. Hansı mahnılar sırf sizin adınızla bağlı? Mən elə gəlir ki, bilmirəm mahnısıdır. Bilmirəm, bəli. O mən elə düşünürəm, yəni bu mənim düşüncəmdir. Ola bilsin mən yanıla bilərəm, amma yəni hər kəsin öz baxış bucağı var da. Yada sala bilərsinizmi canlı o mahnını? Ki dinləyicilərə xatırladaq o belə deyək, o üslubu, o mahnını. Olar. Olar? Aha. Buyurun. Yadımda ötən günlər var. Onları mən heç vaxt silmirəm. Ömrümün neçə günü var, bilmirəm. Qəlbimdə neçə sual var, cavabın bilsəm də dinmirəm. Yuxusuz neçə gecəm var, bilmirəm. Bu gecə məni yağan yağış oyadarmı? Bu yağış ötən günlərimi qaytararmı? Gecələr neçə ulduz axar bu göylərdən, sahili neçə dəfə öpər ləpə döyən, nə zaman gün işığı itər gözlərimdən, bilmirəm. Bilmirəm. Bravo. Hətta insanı oxudursuz. Yəni səsiniz möhtəşəmdir Jalə xanım. Səsinizə qüvvət, ürəyinizə qüvvət. Yəni bu cür sənətdə bu cür səs sahiblərinin olması biz həm də media işçilərini də, nə bilim, dinləyiciləri də inanın çox sevindirir ki, bax bu cür bizim sənətdə var olan səslərimiz var. Maraqlı tembriniz var və hətta vokal məktəbi siz söyləmisiniz, keçmisiniz. Estradaya sonra da gəlmisiniz. O səs tembrinizdə o millizmlər necə? Onu kimdən öyrənmisiniz? Çünki o milli boğazlarda var axı. O rastdanmı gəldi, yoxsa? Mən bir şey deyim. Bəzən deyirlər ki, bax hardandır? Hətta mənim yanıma görürsüz tələbələrim də gəlir deyir. Yox, mən Azərbaycan mahnılarını oxuya bilmirəm. Deyirəm, heç vaxt ola bilməz. Əgər sən Azərbaycanlısansa, səndə az da olsa, o mən elə düşünürəm. Bilirsiniz necə ki, tutaq ki, İtaliyada doğulurlarsa, onların hamısında az da olsa o var. Müftləq, bəli. Nəsə olmalıdır. Opera nəsə olacaqlardır, bəli. Amma belə deyəndə bacım da başlayanda milli façı kimi ansamblı bayaq qeyd eləmişdim. Yəqin ki, bu bir genetikdir yəqin ki. Ailədə bizdə həmişə İrsən keçibmi? Ailədə olubmu sizdə oxuyan? olub. Mənim rəhmətli nənəm Allah rəhmət eləsin. Düzdür, tanınmış deyil, amma özü üçün muğam oxuyardı, məsəl üçün. Görürsünüz ki, irsən o genetik faktorlarda öz sözünü deyir. Hətta biz akademik oxuyanda bəyənməzdi, deyərdi muğam oxuyur, ondan beri. Görürsünüz ki, yəni o canında, qanında Azərbaycan qanı varsa, o sənin əsildə, kökündə, soyunda əgər mütləq ki, muğamla məşğul olansa varsa, istər-istəməz o sənə biruzə verəcək sənətində, səsində, ifanda. Ümumiyyətlə, bilirsiniz, bəzən elə sənət adamları var ki, onların söz deməyə, onların irad bildirməyə belə haqqı var. Məncə bu yaşla əlaqəli bir şey də deyil. Çünki elə insan var sənətdə 30 ildir, amma bir 30 mahnısı yoxdur. Amma elə sənət adamı var ki, 3 ildir sənətdə və ifa etdiyi 3 mahnının 3-ü də bir sənət əsəridir. Söhbət hitdən getmir. Yəni, ümumiyyətlə, hit mahnılardan, yəni mən sənətin səsində biz danışırıq, amma sənət, yəni
nümayiş etdirmək üçün sözsüz ki, hit mahnılar mövsümü, yəni bir neçə aylıq olan mahnılardır. Biz sənətdən danışırıq və sənət özü danışır. Bax, dinlədiyiniz kimi, duyduğunuz kimi, eşitdiyiniz kimi. Siz bugün münasibətiniz necədir? Çünki bir qədər səhnədən kənar olsaz da, amma sənətdə siz varsınız və istər-istəməz müşahidə edirsiniz bu cür istər xalq mahnılarımızı, istər digər bəstəkar mahnıları fərqli-fərqli aranjmanlarda, fərqli-fərqli janrlarını sintez edənlər, gənclərdə. Necə qarşılayırsınız? Bəyənirsinizmi? Yaxşısı da var aralarında. Mən deməzdim ki, hər kəs pis eləyir. Sadəcə olaraq mən elə gəlir bizim biraz pokolenyamız, biz Vaqif Mustafazadə və s. biz bu cür O təbəqə, başqa cür istəyirik sanki eşitməyə. İndiki gənclər daha müasir, daha ritmlərlə, bəli. Bəlkə biz onu qəbul etməsəydik, amma bu müasirlikdir. Yəqin ki, hər şey inkişafa doğru Yəni yaşamı bağlayırsınız. Yəni o gənclər də nə vaxtsa gəlib çatacaqmı? O çox beyni düşündürən musiqilərə. Bəli, çox güman ki. Bəli. Məsəl üçün lap mən özümdən götürüm. Mən onların yaşında olanda, gənc yaşımda xalq musiqilərini eşidirdim, amma ifa eləməyə o qədər sevmirdim. Yəni dərk etmirdiniz. Dərk etmirdim, bəli. Amma illər keçdikcə başa düşdüm ki, bizim necə gözəl dərin musiqimiz var. Başa düşürsünüz. Yəni ola bilsin ki, onlar gəncdilər, hələ çox şey. Amma ona gəlib də gəlməyə də bilərlər də. O məsələ də var. Artıq o zövqlə bax. Sizcə çatışmayan nədir bu gün sənətdə? Hansı sizcə məsələn bax çox gileylənirlər sənət adamları ki, müxtəlif xalqların ritmlərini bizim musiqimizə cahlayırlar. Nə bilim, bayağı musiqinin alıb başa alması, amma sözsüz ki, radiolarda bu çox şükür ki, bu gün qorunub saxlanılır. Sırf keyfiyyətli, sözün əsl mənasında sənət, gözəl musiqilərə üstünlük verilir, peşəkar ifaçılara, səs sahiblərinə üstünlük verilir. Amma bəzən hansısa məsələn özəl kanallarda görürsən ki, yəni səsdən uzaq olan, sənətdən uzaq olanları da bir də görürsünüz ki, çox da məşhurluq qazanırlar və yaxud da sənətdən başı çıxmayan insanın belə sənətdə olması. Daha nələr sizcə bugün nələri düzəltmək lazımdır? Bizim sadəcə olaraq yetişən yeni Vaqif Mustafazadə, Vaqif Gərayzadə, Rəşad Haşimov kimi musiqiçilərimiz çatmır. Yoxdur yəni onlar. Sanki. Böyümürlərmi? Sanki. Yox, var bilirsiniz necə? Demirəm yoxdur ümumilikdə demək olmaz. Olanlar da var. Bəlkə biz onları tanımırıq. O da ola bilər. Sadəcə olaraq bilirsiniz mən demək istəyirəm. Tək çalmağı yox. Onlar həm də musiqiçi ilə işləməyə, ona yol göstərməyə də bacar, müğənni ilə, yəni demək istəyirəm, sırf müğənni ilə. Musiqiçi ola bilsin, gözəl ifa eləyir özü üçün. Amma gözəl. o duymaq məsələsi. Amma ifaçıya, məsəl üçün Vaqif Gərayzadə özü neçə dənə ifaçılar yetişdirib. Hamısı da xalq artistləridir, yəni əməkdar artistlərdir. O insanda işığı gör, həmən onu dartıb çıxardır. Ona elə bir mahnı verir ki, o mahnı ilə onu qaldıra bilir. Başa düşürsünüz, mahnıdan çox şey asılıdır. O prodüserlıq, baxış düzgün olmalıdır. Yəni məncə belə bir insanlarımız çatmır sanki. Mən amma belə istedad var. İstedadlı ifaçılarımız var. Çünki bugün elə məkanlar var ki, elə bu yaxınlarda caz festivalı keçirildi. Yəni orada neçə istedadlı biz ifaçılar gördük. Siz özünüz də caz ifa edirsiniz, özünüz də çıxış edirsiniz. Yəni görürsən ki, var, istedad var, sanki düzgün istiqamət mi seçmirlər və yaxud da daha bir problem gəlir dalıca gedirlər. Görürlər ki, cazda, bu cür sənətdə gəlir azdır, məşhurluq azdır və tez bir zamanda yaxşı həyat yaşamaq arzusu ilə dilema qarşısında qalır. Amma məsəl üçün biz də o vaxtı təzə başlayanda məhz bu caz, pop, bu üslubda məşğul olmağa başlayanda o vaxtı bizi Salman Qəmbərov, buradan salamlayıram onu. Gözəl sənətkarımız. Bacımı məni dinlədi və belə bir söz dedi. Dedi ki, siz əgər hazırsınızsa ki, sizin dolabın, xaladenik, soyuducunuz əgər boş olmağından razısınızsa,
Onda davam eləyin. Yəni bu bilin ki, yəni burada əgər biz ümumiyyətlə heç vaxt pul dalınca maliyyə qaçmamışıq. Çünki əgər biz özünüz bilirsiniz ki, operada da nə oldu, nə ola bilər ki, heç bir şey. Biz həmişə sənət dalınca getmişik. Şəxsən məni heç vaxt pul o qədər maraqlandırmayıb. Amma mən sizi çox üzrəm, mən sizi inandırım ki, amma bu gün həmin o istər opera olsun, istər caz olsun, illərdir bu sənətdə olanlar, amma nə vaxtsa gəlib o məşhurluğu da qazanırlar. Sadəcə biraz gec olur, biraz çətin olur o yol və o gəliri də əldə edilir. Çünki bu gün rast deyəndə, yəni etiraf edək ki, həm gəlir baxımından, həm məşhurluq baxımından, həm dövlət səviyyəli status baxımından ki, amma nə qədər əziyyət. Amma əziyyətlə gəliblər. Sonra da o dövr başqa, indiki dövr başqa. Onda hər ifaçını da səhnəyə qoymurdular. Hər ifaçı da çıxıb səhnədə oxuya bilməzdi. Onda necə deyim sizə, tək-tük idi. Amma insanlar ac idilər, yaxşı bir şey qulaq asmaq istəyirdilər. Amma indi o qədər çoxdur. Məşhurlaşmaq asandır, düz deyil. Mən bu yaxınlarda bir intervyu dinləmişdim. Bəli. Müsahibə dinləmişdim və həqiqətən mən razıyam ki, sanki musiqiçi ifaçılar çoxdur, amma yadda qalmırlar. Elə bil bir gün tək bu keyfiyyətdən asılı deyil, çoxluqdan da var bu məsələ, başa düşürsünüz? Çünki həm də o çoxluq da eyni istiqaməti seçir. Bax, o elədi, mən də oynayım, mən də o məşhurluğu qazanım, mən də o gəliri əldə edim, mən də filan onun kimi yaşayım. Amma heç kəs fərqlənmək sanki istəmir, seçilmək istəmir. Əziyyət çəkmək istəmirlər. Bəli. Çünki ona vaxt lazımdır, zaman lazımdır. Mən bu dəqiqə məşhur olum, tez eləyim. Yəni onu ilə yadda qalmaq olmur. Təəssüflər olsun. Düzdür, razıyam sizinlə. Əslində sənətdən, bu cür sənətin yaxşı tərəflərindən, bu gün sənətdə hər hansısa bir problem varsa, çatışmayan cəhətlər varsa, əslində o mövzuları da müzakirə etməliyik ki, hansısa bir çıxış yolu, hansısa bir rakursdan bu məsələlərə baxıb bir istiqamət düzgün seçmək, nələrisə dəyişmək, əgər sənətkarların əlindədirsə, əlbəttə ki, və yaxud da biz də nələrsə bu sahəyə öz tövhəmizi, öz qatqımızı qata biliriksə, nə xoş bizə. Ən azından biz bugün çalışdıq ki, bizə qəlbimizdə yeri olan, sənətdə öz yeri olan ifaçı Jalə Kərimova ilə görüşək. Çox xoş oldu, həqiqətən. Amma istəməzdim sizi bu qədər gec görək. Biraz tez görmək istəyirik sizi, Jalə xanım. Çünki inanın, indiki dinləyici də acıyıb sizin kimi ifaçılar üçün. Yəni bunu az bəlkə də eşitmişsiniz. Çünki bunu dilə gətirən də olmur, amma inanın, səhnə sizin kimi sənətkarlar üçün yaranıb, sizin kimi səs sahibləri üçün var və biz sizi səhnədə tez görmək istəyirik. Azərbaycanımızı xaricdə təmsil etməyə performans, bugün müsabiqələr də göstərir ki, performansa artıq ehtiyac yoxdur. Sadəcə belə qara, siyah bir libasda çıxıb, amma səsi ilə dünyaya səs salan ifaçılar var və bizim də elə ifaçılarımız var, Jalə Kərimova kimi. Sizi beynəlxalq səviyyəli layihələrdə görmək arzusu ilə sizinlə sağollaşırıq. Çox sağ olun Sevinç xanım. Mən sizə təşəkkür etmək istəyirəm ki, sizin verilişlərinizə hər an baxıram. Təşəkkür edirəm. Tez baxıram YouTube-da görüm təzə kim gəlib verilişə, mütləq baxıram. Ay, demək olar ki, birini də belə keçirtməm, çünki o qədər maraqlı, o qədər məzmunlu və ən əsası da sənətlə məşğul olmaq istəyib, sadəcə olaraq bəlkə maddi cəhətdən çətinliyi var, yaxud mənəvi heç kəsi yoxdur, köməyi yoxdur. Siz o gənclərə dəstək olursunuz. Bəli, bu bizim işimiz, bu bizim borcumuzdur. Həm də bunun üçün Mədəniyyət Nazirliyi də əlbəttə Dalğa FM radiosunun rəhbərliyi də bax bu şəraiti, bu layihəni yaradıb ki, sənətə xidmət edirik, mədəniyyətə xidmət edirik. Biz Jalə xanıma mən başladım danışmaq ki, belə bir layihəmiz var filan, dedi, bilirəm, baxıram. Bəli. Qoy həyatınızda bilmirəm olmasın. Hər zaman olsun. Qoy səsiniz, sorağınız, ifanız çox-çox uzaqlardan gəlsin. Səsinizi eşidək, uğurlarınızı eşidək, sevinək. Təşəkkür edirəm. Çox sağ olun. Həftəyə bax belə bir gözəl bir sənət ətrafında bir müzakirələrlə, qızğın belə deyək də söhbətlərlə başladıq və ən əsası da möhtəşəm bir səs sahibi ilə başladıq. Verilişimizi bütün digər buraxılışlar kimi bugünkü buraxılışımızı da Mədəniyyət
Nazirliyini və Dalğa FM radiosunu YouTube kanallarından mütləq izləyin və Dalğa FM radiosunu isə onlayn dinləmək mümkündür. Bütün harda olmağınızdan asılı olmayaraq bütün məkanlarda dalğafm.az saytından.